Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizə 1 kiloqram undan çox asan başa gələn dadlı, ləzzətli, xurmalı, qozlu şirniyyatlar hazırlayıram. Xəmir üçün qeyd etdiyim kimi 1 kiloqram un götürürük. Üzərinə ev temperaturunda tam yumuşalmış 250 qram kər yağı əlavə edirik. Kər yağı olmasa kər yağını 250 qramlıq paket margarin yağları ilə də əvəz edə bilərsiniz. Üzərinə 1 çimdik duz, 1 çay qaşığı, yəni 1 paket vanil, 2 yemək qaşığı şəkər tozu, 1 çay qaşığı qabartma tozu, yəni yarım paket qabartmadan istifadə edirsiniz və əlavə olaraq 70 qram da ərinmiş kər yağı əlavə edirik üzərinə və bunları gördüyünüz kimi yaxşı-yaxşı ovaraq umaç halına gətiririk. Onu da qeyd edim ki, xəmirin tərkibində maya olduğu üçün istifadə edəcəyiniz ərzaqlar çalışın ki, yumurtadır, xamadır, yağdır, hamısı ev temperaturunda olsunlar. Qətiyyən soyuq halda istifadə etməyin. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, kanalımızın böyüməsində mənə dəstək olmaq üçün mütləq videolarımızı yaxınlarınızla da paylaşın. Umaç hazır olduqdan sonra umacın orta hissəsində 2 dənə oyuq açırıq. Bir hissəsinə 1 çay qaşığı dolu, yəni 5 qram quru maya əlavə edirik. Üzərinə də biraz ilıq süd əlavə edirik. Digər hissəsinə isə xama və yumurta əlavə edirik. 2 ədəd ağlı sarılı yumurta və 3 yemək qaşığı dolu xamadan istifadə etdim. Qramla 120 qram xamı eləyir. Və xamanın da üzərinə biraz süd əlavə edirəm. Əvvəlcə mən 1 stəkan süd götürmüşəm, amma sonda əlavə olaraq 50 ml də süd götürdüm və ümumilikdə 1 kiloqram un üçün mən 1 stəkandan 50 ml artıq süddən istifadə etdim. Amma südü də mütləq bir qədər isidin, yəni mayalı xəmirlərdə südü necə isidib, ilıq halda istifadə edirsinizsə, o cür istifadə edin, soyuq olmasın. Və gördüyünüz kimi xəmir artıq yoğurdum. Yumuşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Xəmir çox yumuşaq olmalıdır, yəni bərk olmalı deyil. Bərk olarsa pişirdiyiniz şirniyyatınızda bərk alına bilər. Mütləq yumuşaq bir xəmir olmalıdır. Xəmirin üzərini sadəcə örtüb, çox qalın bükmürük. Salafanla bir dənə də çay dəsmalı üzərinə örtüb, saata baxıb bir 15 dəqiqə burada dinləndiririk. Və həmin o 15 dəqiqə müddətində də biz içliyi hazırlayırıq. İçlik üçün qeyd etdiyim kimi xurmadan istifadə edirəm. Paçkada satılan xurmalar var. Gördüyünüz kimi bu xurmalar çox yumuşaqdır. Ona görə bundan istifadə edirik. Bir paçka xurmanın tumlarını təmizləyirəm və tavanın içərisinə əlavə edib üzərinə çox yox. Cəmi 3 yemək qaşığı su və 1 yemək qaşığı da duru yağ əlavə edirəm, qarğıdal yağı əlavə edirəm və çəngəllə bunları yaxşı-yaxşı əzərək biraz demək olar ki, ocağın üzərində bişirirəm. Yəni çox xod vermirik, çox qaynar olmalı deyil. Sadəcə ocağın vam atəşində, yəni ocaqdan istilik dəydikcə biraz da su əlavə etmişik, duru yağ əlavə etmişik. Baxın, yumşalırlar. Ocağa çox xod vermirik. Vam atəşdə qarışdıra-qarışdıra artıq bu cür belə tam əzildikdən sonra üzərinə yarım çay qaşığı zövqə görə hilədiyyatı əlavə edirik və biraz da gözə yarı olaraq doğranmış mən qoz ləpəsi və badam ləpəsindən istifadə etdim. Siz sırf qoz ləpəsindən də istifadə edə bilərsiniz. Mənim əlimin altında nə var idi? Həm qoz ləpəsi, həm badam ləpəsi, hər ikisindən istifadə etdim. Və qarışdırdım. Gördüyünüz kimi artıq bu cür tam püre halına gəldikdən sonra içliyi götürürük və soyumasını gözləyirik. Xəmir baxmayaraq ki, mayalı xəmirdir, çox gözlətməyə ehtiyac yoxdur. Bir 15 dəqiqə gözlədirik. Yəni demək olar ki, içliyi hazırlayan müddətdə biz xəmiri gözlədirik. İçlik hazır olduqdan sonra götürürük, bir dəfə də yoğururuq. Bir dəfə də yoğurduqda artıq görəcəksiniz ki, xəmirin üzərində ilk dəfə biraz belə parçalanmış kimi olur xəmir ilk yoğuramda. Artıq ikinci dəfə xəmiri özdələyəndə həmin o üzərində olan parçalanmalar gedir, xəmir tamamilə hamarlanır. Və xəmiri eyni bərabərdə olmaqla gözə yarı olaraq 5 hissəyə bölürəm və kündələyirəm. Amma kündələri mütləq bir 15 dəqiqə gözlətmək lazımdır ki, çünki tərkibində maya var. Xəmiri yayarkən xəmir yığılmasın. Ona görə kündələdikdən sonra üzərini bir salafanla örtüb bir 15 dəqiqə gözlədim. Kündələr 15 dəqiqə dinləndikdən sonra bir-bir götürürük. Çox un səpməyə ehtiyac yoxdur. Çox un səpmirik. Sadəcə az, biraz altına, üzərinə un səpərək biraz incə şəkildə yayırıq. Mən düz bucaqlı şəklində yayıram və hazırladığım içlikdən üzərinə hər tərəfinə çəkib rulet formasında bükürəm və kətə formasında kəsirəm.
Siz də zövqünüzə uyğun olaraq istədiyiniz formada bu reseptlə şirniyyatlar hazırlaya bilərsiniz. Artıq bu qalıb tam sizlərin zövqünə. Mən də indi burada hazırladıqlarımı sizlə paylaşıram. Mən içlik olaraq bu xurma içliyini həddindən artıq çox bəyənirəm. Çox gözəl bir dad vermiş olur. Belə bir cür qəşəng xırçıltılı olur üzəri, içi yumşaq olur. Həqiqətən də bu xurmalı içliklə çox ləzzətli olur. Amma onu qeyd edim ki, mən burada bir paçka xurmadan istifadə etdiyimə görə xurma 5 gündənin 5-nə də çatmadı. Mən 2 gündəni xurmalı etdim. Yəni 2 gündəyə bol-bol əlavə etdiyim üçün 2 gündəyə çatdı. Amma digər kündələrin arasına da mən kakos və şəkər tozu qarışımından istifadə etdim. Siz də istədiyiniz içlikdən istifadə edə bilərsiniz. Yarısını belə xurmalı hazırlayın. Yarısını adi, məsələn, qoz ləpəsi ilə şəkər tozunu hiyli qarışdırıb istifadə edə bilərsiniz. Amma məsələn, hamısını xurmalı hazırlamaq istəsəniz, onda siz 2 paçka xurma götürün. 2 paçka xurmanın tumlarını təmizləyirsiniz, yəni tumlarından ayırırsınız və bu cür yumşaq xurmadan mütləq istifadə edin. Üzərinə 6 yemək qaşığı su və 2 yemək qaşığı da duru yağ əlavə edirsiniz. Yenə ocağa yerləşdirirsiniz. Ocağın vam ateşində onları qəşəng çəngəllə istilik dəydikcə tez yumşalır. Qəşəng əzirsiniz. Üzərinə də bir 100 qram, 150 qram doğranmış qoz ləpəsi əlavə edin, qarışdırın və ocaqdan götürün, qalsın tam soysun. Soyduqdan sonra da və ya elə isti-isti də olar. Gözə yarı olaraq 5 hissəyə bölün həmin o hazırladığınız içliyi ki, 5 gündəyə də hamısına eyni miqdarda çatsın. Amma xəmirin arasına həmin bu hazırladığınız içliyi yayarkən mütləq çalışın ki, içlik tam soymuş vəziyyətdə olsun. Yəni isti-isti əlavə etməyin, tam soymalıdır. Mən qalan kündələrin arasına isə hazırladığım kakos və şəkər tozu qarışımından istifadə etdim. Bu cür, yəni bu içliklə də çox dadlı olur. Yəni kim kakos sevirsə, kakoslu içliklə də hazırlaya bilər. Və ya kakos sevmirsinizsə, qoz ləpəsi və şəkər tozu qarışımından da istifadə edə bilərsiniz. Yəni qozlu içliklər də çox qəşəng, çox ləzzətli olacaq. Bilirəm ki, bəyənəcəksiniz. Həmin içliklə də möhtəşəm alınacaq. Yəni artıq içlik qalıb tam sizin zövqünüzə, amma xurmalı içliklə mütləq hazırlayın. Bilirəm ki, çox bəyənəcəksiniz də. Yəni möhtəşəm alınır. Baxın, bəzilərinə də belə forma verdim. Yəni kündənin birini yaydım, ortadan 2 hissəyə böldüm. Bir hissəsinə içlikdən əlavə etdim. Baxın, burada xurma əlavə etsəniz, xurma yaysanız görüntüsü daha da gözəl olacaq, daha da şəhanə olacaq. Məsələn, xurma içliyindən burada yayırsınız üzərinə, digər kündən də üzərinə yerləşdirirsiniz və belə baxın kvadrat formada peçenya şəklində kəsirsiniz. Kəsdikdən sonra da çöp şiş vasitəsilə baxın belə üzərini deşirsiniz və bişərkən də çox gözəl bir görünüşü olur. İndi xurma içliyindən çatmadığına görə mən kakos içliyindən istifadə etdim. Siz də istədiyiniz içliklə hazırlaya bilərsiniz. Yəni görünüş olaraq bu cür görüntüsü də çox gözəl olur. Həm kətə görünüşündə, həm peçenya formasında hazırlaya bilərsiniz. Üzərinə çəkmək üçün də 2 yumurtanın sarısı və 2 çay qaşığı duru yağdan istifadə etdim. Sobanı da öncədən yandırmışam. Mən konveksiya rejimində 170-180 dərəcə arasında 20 dəqiqə müddətində bişirib götürdüm. Çox tez bişirlər. Çünki xəmir incə olduğuna görə çox tez bişib hazır olur və görünüşü də gördüyünüz kimi çox gözəldir. 1 kiloqram undan demək olar ki, dünyanın şirniyyatını hazırlayacaqsınız. Bir xeyli şirniyyat alınır. Tam olaraq 4 list şirniyyatlarım alındı. Bişib hazır olduqdan sonra tam soymasını gözləyirəm. Tam soyduqdan sonra kəsib iç görünüşündə sizə göstərəcəm. Məndən soruşsanız ki, hansı içliklə daha çox bəyəndiniz? Mən deyərdim ki, xurmalı içliklə. Oğlum kakoslu içliyi çox bəyənir, amma mən xurmalı içliklə çox bəyənirəm. Həddindən artıq çox ləzzətli olur. Həm xurmanın dadı, həm qoz ləpəsinin dadı bir-birinə çox gözəl yaraşır, çox ləzzətli olur. Mütləq bu reseptlə, bu içlikdən istifadə edin. Bilirəm ki, 100% çox bəyənəcəksiniz. Xəmirin tərkibində həm maya olduğuna görə, həm də ki, umacılı xəmirdən hazırlanmasına görə bu xəmir neçə gün qalsa belə çox yumşaq qalır. Yəni bu xəmirdən hazırlanan şirniyyatlar günlərlə çox yumşaq qalacaq.
Sobaya verməmişdən öncə listin içərisində də bir 15 dəqiqə üzərini salafanla örtüb saxlayın. Daha sonra isə yumurta sarısı çəkib bişirin. Üzəri xırçıltılı, içərisi isə yumuşaq, çox dadlı, ləzzətli şirniyyatlar alınır. Hazırlayıb yeyən hər kəsə nuş olsun, göz haqqınıza halal edin. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın, Allah'a əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.